Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, psixoautizm deyilən belə bir sendrom var. Adətən bu tipli sendroma yoluxan, yaxud bu xəstəliyin ilk ana fazasında, yəni təməl olaraq başlayan zaman necə reaksiyalar göstərilir, yaxud övladınızda bu xəstəlik varsa, bu sendrom varsa, bunu tam olaraq yox, qismi olaraq necə aradan qaldıra bilərsiniz. Hərçənd bilənlər də var, bilməyənlər də var. Bilinir ki, bu sendrom, autizm sendromu olan uşaqlarda adətən kiçik yaşlarından başlayır. Yəni, anasının bətnindən inkişaf edərək, ta ki onun doğuş və sonraki erkən mərhələlərinə qədər şiddətli şəkildə və sürətli şəkildə artır. Bu da həmin şəxslərdə daxilən qarşı tərəfə sən özünü ifadə edə bilmirsən, göz təması qura bilmirsən, danışıq sözlərdə müəyyən çətinliklər çəkilir. Qarşı tərəfdə heç zaman qucaqlamaq, əl toxunma təması əsla yoxdur. Özünə qapanıqlıq çox yüksək səviyyədədir, yəni alçaq səviyyədə deyil. Və bundan da əlavə düşüncələri açıq, aşkar, net olaraq qarşı tərəfə demək. Səhvsənsə, düzsənsə fərq etməz. Və bu kimi sendromun əslində nə qədər mənfi cəhətləri olsa da, mənfiləri çox olsa da, müsbət tərəfləri də az deyil. Adətən bu kimi xəstəliyi olan şəxslərdə yüksək beyin inkişaf bacarığı olur. Adətən geniş formada rəssamlıq qabiliyyəti, yaxud belə deyək, yüksək səviyyədə yaddaş, sadəcə bir qabiliyyətsizlik, yəni onu zəif edən cəhətlərin ən yüksək fazası əsla olaraq biri ilə, yəni heç kimlə də belə deyək, şəxsi həyatında bir ola bilmir. Nə ciddi münasibət qura bilmir. Çünki bu tip insanlarda düşünmə tərzi, ailə qurmaq, yaxud bu kimi metafazalar inkişaf etməyib. Əgər bu xəstəliyə yoluxan uşaqlarınız erkən təməl olaraq varsa, mütləq şəkildə onları şəxsi ömürlərinin sonlarına qədər, hətta belə deyək, bir psixoloq, psixiatrist söhbət etməlidir ki, onu qismən də olsa mühitdən çıxartmaq üçün. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirir. Qoşulmaq istəyən şəxsi mesaj verməsi, məlumat verə bilər.